Assalamu aleykum əziz və hörmətli izləyicilərim, mən Doktor Ağa Telmanoğlu. Doktor, Ramazan ayında nə yeyək, nə yeyək, nə qidalar qəbul eləyək, bizə çox yaxşı təsir, gözəl təsir eləsin deyə suallar vermişsiniz. Ən gözəl reseptlər, ən gözəl qidalar həlimli qidalardır mənim əziz izləyicilərim. Məsəla, çalışdığınız qədər bu ayda toksiki problemlər vücudumuzdan təmizləndiyi üçün, yəni arınma, təmizləmə və gözəllik, sağlamlıq ayı olduğu üçün bu aya böyük münasibətlə yanaşaq, gözəl münasibətlərlə yanaşaq, gözəl qidalar qəbul eləyək, sağlamlığımızı bərpa edici qidalar qəbul eləyək, əzizləyicilərim. Çalışdığımız qədər sağlam qidalar yeməliyik. Məsəla, həlimli qidalar, quru meyvələr, bol su qəbul etməyiniz vacibdir. Sizə gözəl sahur yeməyi deyəcəm. Yəni imsak yeməyi deyəcəm. Hazırlayın. Qoz, kətan toxumu, ərik qurusu, xurma. Bunları yulafla bir yerdə blenderdən keçirdirik. Bal əlavə eləyirik. Top halına salıb xaladelnikə, soyuducuya yerləşdiririk. İmsakda 4-ün 3-ün qəbul eləyirik və inanılmaz enerji balansıdır. Çox gözəldir, acmağa qoymur. Və susuzluğu azaltmaq istəyirsinizsə, limon, nanə, limon dilimi və nanə yarpağı tökülmüş sulardan bol-bol istifadə edə bilərsiniz. Çünki və xiyar üzr istəyirəm. Bu 3 dənə qida susuzluğu tamamilə azaldır. Edin, Allah Ramazan ayımızı bərəkətli və gözəl etsin və hər zaman Ramazan ayına xatir Allah Azərbaycanımızı qorusun. Edin və ata-anama rəhmət oxuyun. 1 milyon follow gözləyirəm və abunə olaq. Bilmədiyimiz insanlarla da paylaşaq əzizləyicilərim.